Herkese salam. Davam edirik biologiya fənnindən Respublika fənn müsabiqələrinə hazırlıq vəsaitinin bölmə 2 sınaq 4-ünün izahı ilə ilk sualımıza baxaq. Qeyd edirik ki, 28 kökə malik günəbaxan bitkisi üzərində gövdədən inkişaf edən kök sayı digər köklərdən inkişaf edən kök sayından 2 dəfə çox olarsa, yan kök sayını müəyyən edin. İlk öncə bilməliyik ki, günəbaxan toxumla çoxalan bitkidir və biz burada mütləq bir ədəd əsas kök nəzərə alacağıq. Bir ədəd əsas kökümüz olacaq. Daha sonra gövdədən inkişaf edən kök sayı digər köklərdən inkişaf edən kök sayından 2 dəfə çoxdur. Gövdədən inkişaf edən kök sayı əlavə köklərdir. Digər köklərdən inkişaf edən köklər isə yan köklər olacaq. Əgər yan köklərin miqdarına x deyəriksə, əlavə köklərin miqdarı olacaq 2x. Və yan kök üzərinə gəlsin, əlavə kök üzərinə gəlsin, əsas kök, bunların cəmi, yəni kök sistemində olan köklərin cəmi 28-ə bərabərdir. 3x-imiz buradan 27-yə, x-imiz isə 7-yə bərabər olacaq. Biz x-la yan kökləri, 2x-la isə əlavə kökləri işarə etmişdik. Deməli, yan köklərimizin miqdarı olacaq 9. Cavabımızı müəyyən edirik. D variantı. İkinci sualımızla davam edirik. Yarpağın en kəsiyi verilmiştir. Fotosintez məhsullar hansı rəqəmlə daşınar? Hansı rəqəmlə göstərilən hissə ilə daşınar? Fotosintez məhsulları ümumiyyətlə su, mineral olsun, fotosintez məhsulları olsun, borular vasitəsilə daşınacaq. Əgər söhbət yarpaq borularından gedirsə, burada su və mineral maddələr yarpağa doğru daşınmış olur. Üzüm maddələri isə əliyə bənzər borulardan bitkinin yarpağında hazırlanan üzüm maddələr digər hissələrə daşınır. Yəni, borular vasitəsilə üzüm maddələr daşınmış olacaq. Cavabımızı müəyyən edirik. 2. Üçüncü sualımızla davam edirik. Köçürülən hissədən ilk olaraq bilavasitə hansı kök inkişaf edər? Biz bilirik ki, burada yarpaqla çoxalma təsvir edilmişdir. Bənövşə bitkisində yarpaqla çoxalma təsvir edilmişdir. Və gövdə və yarpaqlardan inkişaf edən köklər əlavə köklərdir. Bu bitkinin yarpağı nəmli torpağa yerləşdirilən zaman ilk öncə buradan inkişaf edəcək əlavə köklərdir. Cavabımızı müəyyən edirik C variantı olaraq. Dördüncü sualımıza baxaq. Aşağıdakı tumurcuqda olmaz. Bu generativ tumurcuqdur. Generativ tumurcuqda gövdə başlanğıcı olmaz. Tumurcuq başlanğıcı, tumurcuq pulcuğu var, tumurcuqların üzərini örtür. Çiçək başlanğıcı var, aydın məsələdir ki, bu ağ rəngdə göstərənlər bizdə çiçəklərdir. Çiçək başlanğıcı təbii ki, generativ tumurcuqda olar. Yarpaq başlanğıcı da buradan görürük, yarpaq başlanğıcına da sahibdir. Lakin gövdə başlanğıcı deməli, generativ tumurcuqda deyil, vegetativ tumurcuğa xasdır. Yəni, zoğ başlanğıcı vegetativ tumurcuğa xasdır. Davam edirik 5-ci sualımız ilə. İnkişaf etmiş bir bitkinin yarpağında olan hüceyrələr verilmişdir. Ağızcıq hüceyrələri, sütunvari parenxim hüceyrələri və süngərvari parenxim hüceyrələri verilmişdir. Gündüz vaxtı bu hüceyrələrdə gedən fotosintez prosesinin sürəti hansı qrafikdə doğru göstərilib? Qeyd edilmiş hüceyrələrin hər birində fotosintez gedər. Lakin burada ən çox, ən sıx xlorofil pigmentinə malik olan sütunvari toxum hüceyrələridir. Daha sonra süngərvari toxum hüceyrələrini qeyd edə bilərik. Ən sonda isə daha az miqdarda xlorofilə sahib olan ağızcıq hüceyrələrini qeyd edə bilərik. Yəni, ən çox deməli, sütunvari toxuma, daha sonra süngərvari toxuma, daha sonra isə ağacıq hüceyrələrində fotosintez sürətli getmiş olar. Buradan cavabımızı müəyyən etmiş olsaq, C variantı sütunvari ən çox, sonra gələcək. Daha doğrusu, üzr istəyirəm, A variantı sütunvari ən çox olacaq. Daha sonra süngərvari, daha sonra isə ağacıq hüceyrələri, bəli, cavabımızı müəyyən edirik A variantı olaraq. 6-cı sualımızla davam edirik. Melisa verilən şəklə əsasən suyun yuxarıya qalxması üçün 3 səbəb saydı. Kök təzyiqi, buxarlanma və çoxşəkilli damarlar. Suyun hərəkətinə səbəb olan bu amillərin təsir gücünü çoxdan aza doğru müəyyən edin. Burada suyun, deməli, biz bilirik ki, gövdə ilə hərəkətində kök təzyiqi və yarpağın sorucu qüvvələri iştirak edir. Təsvir olunmuş bitkidə kök hissə daha seyrək, yarpaq hissəsi daha bol təsvir edilmişdir və bu yarpağın sorucu qüvvəsinin kök təzyiqinə nəzərən daha çox olduğunu göstərir. O zaman
Yarpağın sorucu qüvvəsi də buxarlanmanın intensivliyindən asılıdır. Buxarlanma nə qədər çoxdursa, yarpağın sorucu qüvvəsi bir o qədər artır. İndi bizdə əgər yarpaq miqdarı çoxdursa, demək ki, buxarlanmanın intensivliyi daha çoxdur. Bu da yarpağın sorucu qüvvəsinin daha çox olduğunu göstərir. Suyun qalxmasında ilk öncə buxarlanma ən çox rol oynayacaq. Daha sonra burada kök təzyiqini qeyd edərik. Ən sonda isə damarların çoxşəkilliyi burada rol oynaya bilər. Olacaq cavabımız 2, 1 və 3. Davam edirik 7-ci sualımız ilə. Verilən yarpaqlardan neçəsi sadədir? Barmaqvari mürəkkəb yarpaq təsvir edilmişdir. Tək lələkvari mürəkkəb yarpaq təsvir edilmişdir. Üçər mürəkkəb yarpaq təsvir edilmişdir. Qeyd etdiklərimiz bizdə mürəkkəb yarpaqlardır. Sadə yarpaqlarımız isə 2 ədəd olacaq. 8-ci sualımızla davam edirik. Şəkildə yarpaq ayasının müəyyən hissələri rəqəmlə verilmişdir. Bu hissələrin hansı yanlışdır? Deməli, 1 üstünvari toxuma hüceyrəsi, 3 borulardır, 4 süngərvari toxuma hüceyrəsi, 2 isə ağızcıq təsvir edilmişdir. Bir əsas toxumaya aiddir. Bəli, həm sütunvari, həm süngərvari toxuma, əsas toxuma, yəni parenxim toxumaya aiddir. 2 ağızcıqlardır. Ağızcıqlar dəriciyin hüceyrələridir. Bəli, örtüyü toxumasına aiddir. 3 törəci toxumaya aiddir. Xeyr, 3 ötürücü toxumaya aiddir. Çünki borulardır. Cavabımız C variantıdır. D variantı 4 əsas toxumaya aiddir. 4 bir də bizdə süngərvari toxumadır. Bəli, həm sütunvari, həm süngərvari toxuma növü əsas toxuma qrupuna aiddir. Cavabımızı müəyyən etdik. C variantı. 9-cu sualla davam edirik. Şəkildə orqan şəkil dəyişmələrinin yalnız birinə aiddir. Deməli, meyvə kök təsvir edilmişdir burada. Deməli, kaktus bitkisində iki şəkil dəyişməyə rast gəlirik. Kaktusun yarpağı tikana, kaktusun gövdəsi ehtiyac su toplayan orqana çevrilmişdir. Ehtiyac su toplayan orqana çevrilib. Bu isə kartof bitkisində olan gövdə yumrusudur. Şəkildəki orqan şəkil dəyişmənin yalnız birinə aid xüsusiyyətdir. Gövdə şəkil dəyişməsi də burada iki hissədə gövdə şəkil dəyişməsi görürük. Həm kaktusun gövdəsi ehtiyac toplayan orqana çevrilmişdir, həm də gövdə kartof bitkisində ehtiyac qida toplayan orqana çevrilmişdir. Ona görə gövdənin şəkil dəyişməsidir, yalnız birinə aid olmadı. Ehtiyac qida toplayır. Burada həm meyvə kökü ehtiyac qida toplayır, həm gövdə yumrusu ehtiyac qida toplayır. Bu da hər ikisinə aid edilmədi. Üzərində bilavasitə yan köklər inkişaf edə bilməz. Biz bilirik ki, gövdə şəkil dəyişmələrinin üzərində gövdədən və gövdənin şəkil dəyişmələrindən inkişaf edən köklər əlavə köklərdir. Gövdə və gövdənin şəkil dəyişmələrini inkişaf edən köklər əlavə köklərdirsə, deməli, üzərində yan köklər inkişaf edə bilməz. Burada gövdədə iki gövdə şəkil dəyişməsi görürük və bunların hər ikisində yan kök inkişaf edə bilməz, əlavə köklər inkişaf edəcək. Bilavasitə deyir, yəni ilk çıxan kök əlavə kök olmalıdır. Daha sonra onun üzərində bəli yan kök ola bilər. Yəni gövdə, yumrusu və kaktusun ehtiyac su toplayan gövdəsi, bunlardan çıxa biləcək olan köklər bilavasitə əlavə köklərdir, yan köklər deyildir. Bu da yalnız birinə deyil, ikisinə aid xüsusiyyətdir. Əmələ gəlməsində əsas kök iştirak edir. Burada yalnız birinə aid olan deməli meyvə kökümüz olacaq. Meyvə kökün deməli aşağı hissəsi əsas kökün şəkil dəyişməsindən yaranır. Ona görə də burada yalnız birinə aid olan xüsusiyyət əsas kökün şəkil dəyişməsi olan meyvə köklərdir. 10-cu sualla davam edirik. Fotosintez prosesinin getməsi üçün zəruri deyil. Fotosintez prosesində karbon qazı və sudan işığın təsiri xlorofil pigmentin iştirakı ilə üzvü maddə və molekulyar oksigen alınır və karbon qazı prosesdə istifadə edilir. Su prosesdə istifadə edilir. İşıq enerjisi olmadan proses getməz. Lakin oksigen fotosintezin məhsuludur. Yəni, fotosintez nəticəsində alınan məhsuldur. Prosesdə istifadə olunan məhsul deyil. Ona görə cavabımız olacaq oksigen qazı. 11-ci sualımızla davam edirik. Torpaqdan qidalanma zamanı bitkilərdə hansı maddələr daxil olur? Bitkilərə hansı maddələr daxil olur? Təbii ki, su və mineral maddələr torpaqdan suda həll olmuş şəkildə mineral maddələr və su bitkiyə əmcid ellər vasitəsilə daxil olmuş olacaq.
Oksigen ağılcıqlar vasitəsilə daxil olar. Karbon qazı fotosintez zamanı ağılcıqlar vasitəsilə daxil olar. Su, bəli, kök vasitəsilə torpaqdan daxil olar, lakin üzvü maddəni burada götürə bilmərik. Mineral, yəni qeyri-üzvü maddələr su və suda həll olunmuş şəkildə daxil olur bitkiyə. Uyğunluğu müəyyən edin. Yarpaqların zoğ üzərində düzülüşü verilmişdir. Birinci düzülüş növbəli. İkinci düzülüş qarşı-qarşıya. Üçüncü düzülüş isə topalı düzülüşlüdür. Bu düzülüşlərə aid olan bitkilər hansılardır? Növbəli düzülüşə aid edə bilərik. Cökə, bir dəqiqə. Aid edə bilərik növbəli düzülüşə cökə bitkisini və toz ağacı bitkisini. Qarşı-qarşıya düzülüşlü bitkilərə yasəmən bitkisini nümunə göstərə bilərik. Burada toz ağacını qeyd edək. Və topalı düzülüşə qarpagözü və oleandrı misal göstərə bilərik. 1-ə A, C, 2-yə B, 3-ə D, Y olaraq cavabımızı müəyyən edirik. 13-cü sualla davam edirik. Bitkidə olan hansı köklərin öz növündən başqa daha deməli, bitkidə olan yan köklərin öz növündən başqa daha iki kök növündən inkişaf etdiyini bilərək bitki haqqında yanlış fikri müəyyən edin. Bu nə deməkdir? Əgər yan köklər, biz bilirik ki, yan köklər digər kök növlərinin üzərində inkişaf edir. Əsas kökdən də inkişaf edə bilər, əlavə kökdən də inkişaf edə bilər, yan köklərin özündən də inkişaf edə bilər. Özündən başqa iki kökün üzərində də inkişaf edə bilir deyirsə, bu o deməkdir ki, bu bitkinin əsas kökü var. Dolayısıyla bitki toxumla çoxalan bir bitkidir. Yanlış fikri müəyyən edin, qeyd edir. Bitki toxumla çoxalır, bu doğru fikirdir. Əgər bitki toxumla çoxalırsa, təbii ki, burada mil kök sisteminə malik ola bilər. Bəli, saçalı kök sistemi olub da orada deməli əsas kökü ola bilər, lakin mil kök sisteminə malik ola bilər. Bu da doğru ifadədir. Saçalı kök sisteminə malik ola bilər? Bəli. Mil kök sisteminə malik olsa əsas kök var, aydın nəzərə çarpacaq. Saçalı kök sisteminə malik olsa əsas kökə sahibdir, lakin aydın nəzərə çarpmayacaq. Əgər bizdə D variantında vegetativ çoxalma qeyd edirsə, axı bizim bitkimizdə əsas kök var qeyd etdi. Demək ki, bu bitki toxumla çoxalır. Əgər vegetativ çoxalır deyirsə, bu olacaq yanlış cavabımız. Bitkinin vegetativ orqanı üzərində əmələ gələn ixtisaslaşmış hüceyrəni müəyyən edin. Təbii ki, burada vegetativ orqan kökün üzərində əmci telləri qeyd edəcək. Neyron, yumurta hüceyrə, spermatozoid bunlar heyvan hüceyrələridir, bitkidə olmaz. Daha doğrusu yumurta hüceyrə bitkidə rast gəlinə bilər. Spermatozoid, mamır, qıç kimlərdə rast gəlinə bilər, lakin bitkinin vegetativ orqan üzərində deyirsə, bunları götürə bilmərik. Deməli, ixtisaslaşmış hüceyrəni müəyyən edin, əmci tel cavabını buradan müəyyən edirik. Çünki bitkinin vegetativ orqanı olan kök üzərində ixtisaslaşmış hüceyrə əmci tellərə rast gəlinir. 15-ci sualımızla davam edirik. Klasterdə sual şahisinin yerinə yazılmalıdır. Quru və isti yerlərdə yaşayır, gövdəsi su toplayır, yarpaqları tikana çevrilir. Az öncəki suallarımızın birində də qeyd etdik ki, kaktus bitkisində iki orqanın şəkil dəyişməsinə rast gəlinir. Həm yarpaq tikana çevrilmişdir, həm də gövdə deməli ehtiyac su toplayan orqana çevrilmişdir. Cavabımızı müəyyən edirik buradan D variantı olaraq. Agava ehtiyac toplayan yarpaqlara sahibdir. Aloe ehtiyac toplayan yarpaqlara sahibdir. Bizdə gövdəsi su toplayan axtarırıq. Yemişanlı isə gövdəsi tikana çevrilmişdir. Biz burada deməli şaxələndirməmizdə hər üç xüsusiyyəti özündə daşıyan bir bitki götürməliyik. Həm yarpağı tikana çevrilən, həm gövdəsi su toplayan, həm də quru və isti yerlərdə yaşayan. Cavabımız olur buradan kaktus bitkisi. 16-cı sualımızla davam edirik. Kök tükçükləri haqqında verilən ifadələrdən hansı yanlışdır? Yəni əmcitellər haqqında hansı ifadə yanlışdır? Torpaqdan üzvü maddəni sorur, yanlışdır. Torpaqdan su və mineral maddə, yəni qeyri-üzvü maddəni sorur. Digər hüceyrələr kimi təbii ki, sitoplazmaya malikdir. Bitki hüceyrəsidir, xaricdən hüceyrə divarı ilə örtülməlidir. Çünki canlıların 4 aləmin içində bitki, göbələk və bakteriyada hüceyrə divarı vardır. Kökün xarici qat hüceyrələrindən əmələ gəlir. Bəli, bu da doğru fikirdir. Örtük toxumasının hüceyrələrindən yaranır. 17-ci sualımızla davam edirik. Əgər tumurcuğun daxilində üşüyəm halında gövdə, yarpaq, tumurcuq başlanğıcına rast gəlirsə, bu tumurcuq təbii ki, bizdə olacaq vegetativ tumurcuq. Əgər desəydi çiçək başlanğıcına rast gəlinir, gövdəni orada qeyd etməsəydi, generativ tumurcuq götürərdik.
18-ci sualımızla davam edirik. Məntiqi ardıcıllığımız var. Üzüm gövdə bılcığa çevrilib. Noxudda isə şəkil dəyişməni və hansı orqanın şəkil dəyişməsi olduğunu müəyyən etməliyik. Biz bilirik ki, noxudun yarpağı bılcığa çevrilmişdir. Cevabımız olur C bəndi. 19-cu sualımızla davam edirik. Hər boğumunda minimum yarpaq sayı 2-dən çox olan bitkilərin verildiyi sıranı müəyyən edin. Yarpaq sayı 2-dən çoxdursa, bu topal düzlüşlü bir bitki olar. Bura qatır quyruğu, oleander və qarğagözü bitkisini nümunə göstərə bilərik. Üç müxtəlif bitkinin zoğları A, B, C ilə işarələnmişdir. C zoğu üzərində 40 yarpaq. Bu zoğların, deməli, C zoğu üzərində 40 yarpaq vardır. Bu zoğların üzərində boğumların sayı eynidir və yarpaq düzülüşü isə fərqlidir. C bitkisinin yarpaq sayı B-dən 2 dəfə çox, B bitkisində isə A bitkisindən 2 dəfə çoxdur. A zoğu hansı bitkilərə aid ola bilər? Deməli, C zoğu üzərində 20 yarpaq, 40 yarpaq vardır. Və qeyd edir ki, C bitkisində olan yarpaq sayı B-dən 2 dəfə çoxdur. Deməli, A bitkisi, B bitkisi və C bitkisi. C bitkisi üzərində 40 yarpaq vardır. B bitkisi üzərində bundan 2 dəfə az 20 yarpaq vardır. A bitkisi üzərində isə B-dən 2 dəfə az 10 yarpaq vardır. Və bu, deməli, zoğların üzərində boğumların sayı eynidir, yarpaq düzülüşü isə fərqlidir. Boğum sayı eynidirsə, deməli, və bizə yarpaq saylarını qeyd etdi. Buğum sayı eynidir, yarpaq sayları fərqlənir. Deməli, hər birində n qədər buğum var. Deyək ki, misal üçün 10 buğum var artıq burada müəyyən edə bilərik. Çünki 10 yarpaq var. Bir buğuma bir yarpaq birləşirsə 10 buğuma 10 yarpaq birləşmiş olacaq. Əgər burada bir buğuma deməli 2 yarpaq birləşirsə 10 buğuma 20 yarpaq, bir buğuma minimum üzr isə minimum deməyə artıq burada bir buğuma 4 yarpaq birləşirsə 10 buğuma 40 yarpaq. Burada müəyyən edəcəyik A bitkisi növbəli düzülüşlü bir bitkidir. Çünki bir buğuma bir yarpaq birləşdi. Buğum sayını artıq A bitkisinə nəzərən biz 10 olduğunu qeyd edə bilirik. Çünki nəzərə alsaq ki, bunların hər birində buğum sayları bir-birinə bərabərdir. O zaman yarpaq sayları bir-birinə fərqlənir. Bir buğuma bir yarpaq birləşirsə bu növbəli düzülüşdə, bir buğuma iki yarpaq birləşirsə bu qarşı-qarşıya düzülüşlü bir bitkidə, bir buğuma 4 yarpaq birləşibsə bu da topal düzülüşlü bir bitkidə olacaq. Biz A bitkisini müəyyən edirik. A bitkisi növbəli düzülüşlü bir bitkidir. Bura cökə, alma bitkilərini misal göstərə bilərik. Cavabımız buradan olacaq A bəndi. 21-ci sualımıza davam edirik. Şəkildəki hadisəni necə adlandırmaq olar? Şəkildə günəbaxan bitkisinin günəşi izləməsi təsvir olunub, yəni işığa doğru qıcıqlama prosesi, işığa doğru belə deyək, hərəkət prosesi təsvir olunub. Burada bitkilərdə hərəkət, yəni öz oxu ətrafında fırlanaraq hərəkətini biz müşahidə edirik. Davam edirik 22-ci sualımız ilə. Aşağıdakı diaqramda 5 müxtəlif bitkinin yarpaq ölçüləri verilmişdir. Buna əsasən bu bitkilərin suya olan tələbatına əsasən çoxdan aza doğru düzün. Yarpağın ölçüsü nə qədər çoxdursa, orada olan ağırcıq miqdarı bir o qədər çoxdur. Ağırcıq çoxdursa suyun buxarlanması bir o qədər sürətlidir. Su buxarlandıqca ağırcıqların deməli suyu buxarlandırması ilə yarpağın da bitkinin də suya olan tələbatı artmış olur. Yarpaq səthinin sahəsi böyük olan suya tələbatı daha çox, yarpaq səthinin sahəsi az olan suya tələbatı daha azdır. Və 2 çoxdan aza qeyd edir. 2 böyükdür 3, böyükdür 5, böyükdür 1, böyükdür 4 olaraq müəyyən edəcəyik. 2, 3, 5, 2, 3, 5, 1, 4. Cavabımızı müəyyən edirik. A bəndi 2, 3, 5, 1, 4. Bəli. A bəndi müəyyən etmiş olduq. Aşağıdakı şəkillərdə yarpaqların düzülüş formaları əks olunmuşdur. Buna əsasən doğru bəndi müəyyən edin. Birinci, qarşı-qarşıya düzülüşlü bir bitki. İkinci, topal düzülüşlü bir bitki. Üçüncü isə növbəli düzülüşlü bir bitki verilmişdir. Və buna müvafiq olaraq doğru bəndi istəyir. X-də boğum sayı boğum arasından az olur. Biz bilirik ki, qarşı-qarşıya düzülüşdə ümumiyyətlə istənilən bir düzülüşdə boğum arası sayı boğum sayından az olur. Boğum sayı boğum arasından deyil. B variantı Y hər boğumda minimum 4 yarpaq yerləşir. Baxırıq Y bitkisinə.
hər boğumunda minimum 4 yarpaq yerləşir. Y topalı düzülüşlü bir bitkidir və bir boğumunda minimum 3 yarpaq yerləşə bilər. Bu yanlış fikirdir. Z boğum sayı ilə yarpaq sayı birin birə nisbətindədir. Z növbəli düzülüşlü bir bitkidir və bir boğuma bir yarpaq birləşir. Bu olacaq bizdə doğru fikir kimi. D variantına baxırıq. Y topalı düzülüşlü bir bitkidir və qeyd edir ki, yasəmən və toz ağacı bu düzülüşdə ola bilər. Xeyr, yasəmən qarşı-qarşıya, toz ağacı növbəli düzülüşlü bitkidir. Bizdə isə Y topalı düzülüşə aiddir. Ona görə bir dəqiqə bizdə Z bu birin birə nisbəti biz doğru fikir kimi bunu müəyyən etmişik. Deməli, yanlış işarə etmişim. Aha, doğru fikir kimi müəyyən etmişik. Boğum sayı yarpaq sayına bərabərdir. Bəli, bu növbəli düzülüş bir bitkidir. Növbəli düzülüşdə yarpaq sayı boğum sayına bərabərdir. Doğru cavabımız buradan olur C variantı. Yanlışımız isə D variantında yanlış fikir kimi qeyd etdi. Çünki yasəmən bitkisində demək, Y bizdə topalı düzülüşdür. Yasəmən bitkisində qarşı-qarşıya, toz ağacı bitkisində isə növbəli düzülüş mövcuddur. Cavabımızı müəyyən etmişdik C variantı olaraq doğru fikir kimi. 24-cü suala davam edirik. Hansı calaq üsulunda calaqaltıya T şəkilli kəsik atılır? Bu göz calağı zamanı baş verir. Bu şəkildə T şəkilli bir kəsik atılır və bu kəsiklər ayrılır. Həmin o ayrılmış hissəyə başqa bir bitkidən tumurcuq hissəsi köçürülmüş olur. Bu da olur bizdə göz calağı. Və nəhayət 25-ci sualımızla davam edirik. X, Y, Z cəminin maksimum qiymətini tapın. Deməli, çökə bitkisi növbəli düzülüşlü, aliandır topalı düzülüşlü, qarğa gözü isə yenə topalı düzülüşlü bir bitkidir. Və deməli, bu cəmin maksimal qiymətini istəyir. O zaman biz burada minimal bir boğuma, deməli, topalı düzülüşlərdə bir boğuma birləşən yarpaq sayını minimal olaraq göstərəcək. Aydın məsələ ki, kökə növbəli düzülüşdə bir boğuma bir yarpaq birləşirsə, 18 yarpaq 18 boğuma birləşəcək və boğum arası sayını buradan müəyyən edəndə 17 olaraq müəyyən etmiş olacaq. Aliandır topalı düzülüşdür. Bir boğuma minimum 3 yarpaq birləşəcək ki, boğum sayını maksimal olaraq 8 boğumumuz, boğum arası sayımız isə 7 olacaqdır. Qarğa gözü deməli yenə topalı düzülüşlü bir bitkidir. Bir boğuma minimum 3 yarpaq birləşəcək ki, bizə boğum sayını maksimal versin. Boğum sayımız olur 6. Boğum arası sayını burada müəyyən edirik. Deməli 5 olaraq cəmləyəndə bu ifadə bizə verəcək maksimum 29. Bu da bizdə ikinci bölmənin izahı idi. İkinci bölmənin sonuncu sınağının izahı idi.